Əvvəlcə salam olsun şəhid analarına, şəhid atalarına, şəhid xanımlarına, balalarına. Biz bu günləri bura yürütməkdə məqsədimiz gözəl balamızın anası sevdiyi insana yürütmüşük. Mən Kürdəmir rayonundan gəlmişəm, şəhid Əzov Nəzərin anasıyam. Xüsusi təyinatında çalışmış Nəzər müharibələri keçmişdi. Hansı ki, o Afrika döyüşlərində, Avqust döyüşlərində Polat Həşimov şəhid olduğu ərəfədə orada idi. 44 günlük müharibədə də qələbə ilə çıxmışdı. Gözəl uğurlar qazanmışdı. Ancaq 2022-ci il sentyabrın 22-sindən 12-sindən 13-nə keçən gecə mənim balam Kəlbəcərdə qəhrəmancasına şəhid oldu. O şəhid oldu. Bu günlərim onun 2 il 7 ay tamam olur. Özümə borc bildim ki, bu analar qarşısında öz balamın qəhrəmanlığından danışım. Bütün analar özləri qəhrəmandır. Nəinki oğulları, özləri əsl qəhrəmandır ki, elə oğullar yetişdiriblər. Onlara qurban olun, onların başına dönün. Mən özüm şəhid anası olsam da bütün şəhid anaların qarşısında baş əyirəm. Düzdür, Nəzərin 2 körpə balası qaldı. Oğlum məktəbə gedəcəkdi, məktəbə apara bilmədi. Kızı bahçeye getirdi, kızım apara bilmədi. Ancaq mənim oğlumun bütün şəhidlərin döküldüyü torpaqdakı qanlar indi qırmızı lalələrə bürünür. Allah onlara qəni-qəni rəhmət eləsin. Allah onların analarına, bolluca, biz analara, bolluca səbir versin. Allah yenə deyirəm, bütün anaların qarşısında, bütün xanımların qarşısında şəhid olmuş yoldaşları var, balaları var. Onların qarşısında baş əyirəm. Sağ olun. Allah həmişə var eləsin. Teşekkür ederim ana. Burada bir sağ ol ana, sağ ol. Cəmaafət ana, çox sağ ol. Sağ ol. Ürəyim. Çəkdim sən.